Birinci yarım il üçün böyük summativ qiymətləndirmədə yüksək bal almaq üçün videomuzu sona qədər izləyirik. Azərbaycan dili fənni üçün böyük summativ qiymətləndirmə 6-cı sinif və yeni dərslik əsasındadır. PDF olaraq Telegram kanalından Orxan Müəllim yazaraq yükləyə bilərsiniz. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o, qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi bu böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanına qonub ona təəccüblə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər. Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub, balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir, qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır. Uçsun ya yox, seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlir, qəfəsin açıq olduğunu görür və yavaşca qapını bağlayır. Birinci sual, mətnə əsasən düzgün olan fikri seçək. Qəfəsdəki quş halından məmnun deyə xoşbəxt idimi? Xeyr, xoşbəxt deyildi. B variantı, digər quşlar qəfəsdəki quşa paxıllıq edirlər. Xeyr, paxıllıq etmirdilər. Sadəcə onun niyə qəfəsdə olduğunu anlaya bilmirdilər. Bir gün sahibi quşu yoxlamaq üçün qəfəsə açıq qoyur. Xeyr, bu səhv fikirdir. Yadından çıxır, unudur açıq qoyur. Qəfəsdəki quş bala çıxarmaq istəyirdi. Düzgün cavabımız olur D variantı. Olduğu kimi mətndə bu olmasa da, amma buna yaxın fikir var ki, o balalarını böyütmək istəyirdi. Balalarını böyütmək üçün isə o məcburən bala çıxarmalı idi. Düzgün cavabımız olur D variantı. İkinci sual, mətnlə bağlı doğru fikri seçək. Burada bizim doğru fikrimiz var. Mətndə həyatından narazı quş təsvir edilib. Düzgün cavabımızdır bu. Elə cavab olacaq A variantı. Üçüncü sual, mətn ideyasına uyğun fikri seçin. İdeya nədir? Mətndə gəlinən nəticə, yəni nədən danışılır bu mətndə? Bu sual verməliyik özümüzə. Qəfəsdəki quş qəfəsi ən gözəl saray bilər. Səhv fikirdir. Uğur qazanmağın bir yolu da fürsətlərdən vaxtında istifadə etməkdir. Bəli, mətnimizdə qəfəsdə olan quşa bir fürsət təqdim edilir ki, qapı açıq qalır, bu uçmalıdır, mütləq ki uçmalıdır, amma bu neyinir? Fikirləşir. Ona görə də düzgün cavabımız olacaq B variantı. Dördüncü sual, qəfəsdəki quş haqqında düzgün fikri seçək. Uça bilmir, xeyr, uça bilirdi. Sədaqətlidirmi? Sədaqətlə bağlı burada hər hansı bir mövzuya toxunulmur. Cəsarətsizdirmi? Bəli, düzgün cavabımız olur C variantımız, yəni cəsarətsizdir. Beşinci sual, mətnə əsasən quşcuğaz nəyi istəmirdi? Azad şəkildə uçmağı istəyirdi, ağacda yuva qurmaq istəyirdi, bala çıxarmaq istəyirdi, gölməçədə çimmək istəyirdi, amma ov etmək bununla bağlı mətnimizdə hər hansı məlumat yoxdur. Altıncı sual, hansı sözə saitlə başlayan mənsubiyyə şəkilçisi artırıldıqda söz kökündəki sonuncu sait düşür, amma saitlə başlayan hal şəkilçisi artırdıqda düşmə baş vermir. Bildiyimiz kimi bu mövzu isimlərə aiddir. Bəzi sözlərimiz var ki, onlara yalnız mənsubiyyət şəkilçisi artıranda söz kökündəki ikinci saitimiz düşür. Bu isə çiyin sözü olacaq. Düzgün cavabımız E variantı. Bunu necə yadda saxlaya bilərik? İnsanın bədən üzvləri ilə daha çox bağlıdır. Məsələn, beyin, alın, ağıl, boyun, çiyin, qoyun, ovuc və s. tipli sözlərimizə yalnız mənsubiyyət şəkilçisi artırsaq, ikinci saitimizdə düşmə baş verir. Düzgün cavabımız olur E variantı. 7-ci sual, tələffüz formasına verilmiş hansı sözdə saitin uzun tələffüzü qoşa saitlərlə bağlıdır? Yəni, iki qoşa sait yanaşı gəlir və uzun tələffüz yaranır. Düzgün cavabımız təbii ki D variantıdır. Marş sözü hərf olaraq 4 hərfdən, səs olaraq 3 səsdən ibarətdir. 8-ci sual, hansı variantda fərqləndirilmiş sözün son saiti tələffüz zamanı kar qarşılığı ilə əvəz olunur? Son saiti yox, son samiti, üzr istəyirəm, burada səhv düşüb. Səhəng satan, səhəng G keçəcək ilə düzgün cavabımız olur A variantı. 9-cu sual, hansı cümlədə qoşa Y ilə yazılıb, tək Y ilə tələffüz olunan söz var? A variantı, nəşriyyat yeni kitabları oxuculara təqdim edir. Elə düzgün cavabımız olur A variantı, nəşriyyat sözüdür. Sözün kökü nədir? Nəşr. Şəkilçimiz hansıdır? İyyat. Əgər iyyat şəkilçisi varsa, Y-nın birində düşmə baş verəcək. 10-cu sual,
Hansı cümlədəki fərqləndirilmiş söz düzgün yazılmayıb, yəni səhv yazılıb? A variantı mikroelementlər sözü düzgün yazılmışdı. B variantı audio kitab düzgün yazılıb. Qeyri-rəsmi, qeyrindən olan sözlər defslə yazılır. Vitse spiker, bu da necə yazılmalı idi? Defslə yazılmalı idi. Düzgün cavabımız olur D variantı. Ata, ana, xala hiponimlərinin aid olduğu hiperonim nədir? Təbii ki, bunlar qohumluq dərəcəsi bildirdiyinə görə düzgün cavabımız olacaq B variantı. 12-ci sual. Hansı cümlədə fərqləndirilən söz düzgün yazılıb? Sədirlik etdiyi qurum uğur qazanırdı. Sədirlik burada birinci i olmamalı idi. Üzürsüz dərs buraxan şagird. Üzürsüz sözündə birinci yox, ikinci ü olmamalı idi. Yəni üzürsüz yazılır. Qədirbiləm düzgün yazılıb. Düzgün cavabımız olur C variantı. 13-cü sual. Hansı mürəkkəb adın yazılışında səhv var? Baltik dənizi doğrudur. Quba rayonu doğrudur. Şah Abbas doğrudur. Uzaq şərq doğrudur. Amma Nadir Şah yanlışdır. Niyə? Çünki şah sözü əvvəldə gələrsə böyük hərflə, sonda və ortada gələrsə isə kiçik hərflə yazılmalı. 14-cü sual. Hansı cümlədə yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb söz işlənmişdir? Yəni sinonimlərdən ibarət mürəkkəb söz. Onun qara, qura əməlləri hamını zara gətirmişdi. Qara sözü var, amma qura sözü olmadığına görə bunu biz yaxın mənalı götürə bilmirik. Gecə, gündüz var B variantında. Bu əks mənalı sözlərdir. Amma gül, çiçək ətri, bəli, düzgün cavab olur C variantı. Gül, çiçək bir-birinə yaxın mənalıdır. 15-ci sual. Hansı sözdə sözün başlanğıc forması ilə kökü üst-üstə düşür? Başlanğıc forma nə idi? Qrammatik şəkilçiyə qədər olan isə, yəni biz qrammatik şəkilçini götürmürük. Şagirdlərimizin kökü nədir? Şagird. Başlanğıc forması nədir? Yenə şagird olur. Düzgün cavabımız olacaq A variantı. 16-cı sual. Eyniköklü sözlər verilmiş variantların birində uyğunsuzluq var. Bağban sözü kökü nədir? Bağdır, məna eyni, nitq hissəsi eynidir. Bağça, eyni qayda, bağçılıq eyni. B variantı sınaq, sözün kökü sınamaq feilidir. Sınıqçıda isə sınmaq feilidir. Yəni sözün kökləri eyni deyil. Düzgün cavabımız olur B variantı. 17-ci sual. Mürəkkəb feili birləşməni seçin. Feili birləşməni birinci tapmanın qaydası nədir? Əsas tərəfə baxırdıq, yəni ikinci tərəfə. Feilin təsriflənməyən formasıdırsa, feili birləşməyidir və mürəkkəb olması üçün 3 əsas nitq hissəsi tapırıq. Məktəbə, kimi, qaçmaq. Kimi burada qoşma olduğuna görə götürmürük. Gecə, gündüz oxumaq 2 söz var, götürmürük. Yeni, məktəbin həyəti. Düzdür, 3 söz var, amma əsas tərəf isim olduğuna görə götürmürük. Axşamı və gedəndə, bəli, andayəndə feil birləşməlidir. 3 əsas nitq hissəsi var, düzgün cavabımız olur D variantı. Hansı cümlədə qeyri-müəyyən yiyəlik halda olan söz vardı? Qeyri-müəyyən yiyəlik halını bilirik ki, xüsusi şəkilçisi yoxdur. Sualı yalnız nə sualına cavab verir? Necə tapırdıq? Müəyyən yiyəlik halının ın şəkilçisini artıraraq. Düzgün cavaba keçək birbaşa. Vətən övladları vətəni qorumağa həmişə hazır olmalıdırlar. Vətəninin övladları deyə bilirik, bəli. Düzgün cavab olur D variantı. 19-cu sual. Qoşmaların növünə görə uyğunluğu müəyyən edək. Qoşmanın 3 növünü verib zaman, aidlik və istiqamət qoşmaları var. Dağa tərəf gedən çobanlar dincəlmədilər. Burada tərəf var, bu istiqamət bildirəcək. O zaman nə olur? 3-ə A. İclasda şagird haqqında xoş fikirlər səsləndirilirdi. Haqqında, barəsində olanda nə idi? Aidlik. 2-yə B uyğundur, 3-ə A uyğundur. Müharibədən qabaq, əvvəl bu zamandır. 1-ə C uyğundur, 1-ə C, 2-yə B, 3-ə hələ ki A. Zaur kimi insanlar gizli yaxşılıq etməyi sevirlər. Bənzətmə var, bizdən istəmir. D variantını götürmürük və E də uyğun gələcək. 3-ə, yəni istiqamət bildirir. Ona sarı, ona tərəf olacaq. Düzgün cavabımız B variantı. 20-ci sual. Şərt bağlayıcısı işlənən cümləni və ya cümlələri tapaq. Əgər olmasaydı, əgər burada. İndi ki, dost məni qəbul etmir. İndiki var burada. Bəli, 1-2. 1-2 nə olacağımız 4 və ya 5 var. 4-ə baxaq. Hərgah, bəli, hərgahımız var. Düzgün cavab olur A variantı 1-2 və 4.